Salam uşaqlar, bugünkü dərsimiz olacaq müxtəlif cəmiyyətlərin nisbəti. 13-cü tapşırığa baxaq. Motosikletçi sabit sürətlə 4 saatə 160 km yol gedir. 4 saatə 160 km gedibsə, 1 saatı tapmaq üçün 160-ı bölərik 4. Eləyər 40 km. Deməli, motosikletçi 1 saatə 40 km yol gedir. Sürəti nə qədərdir? 40 km/saat. Motosikletçi bu sürətlə 80 km məsafə nə qədər vaxta gedir? 80-i bölərəm 40-a. Deyirəm 2 saata gedir. Əgər motosikletçi 1 saata 40 km yol gedibsə, 3 saata nə qədər gedir? 3-ü vuraram 40-a, 120 km. Motosikletçi 5 saata nə qədər yol gedir? 5-i vuraram 40-a, 200 km. Avtobus 60 km yolu getməyə 7,5 litr yanacaq sərf etdi. Cədvəli tamamlayın və suallara cavab verin. Uşaqlar, biz birinci tapaq ki, bu avtomobil 60 km yol getməyə 7,5 litr yanacaq işlədirsə, bunu mənə verir. Bəs 1 litr yanacaq üçün nə qədər məsafə getməlidir? 60-ı 7,5-ə bölərəm. Bu deyilər 8. Deməli, biz tapdıq ki, 1 litr üçün bu 8 km yol getməlidir. Bəs onda 20 km məsafə üçün neçə litrdir? 20-ni 8-ə bölərəm 2,5. Bəs 40 km üçün 40-ı 8-ə bölərəm 5. 60-ı 8-ə bölüb 7,5. İndi bura baxın. 1 litr üçün 8 km gedir. Bəs 12 litr üçün nə qədər gedir? 96. 15 litr üçün nə qədər məsafə getməlidir? 120. 1 litr yanacağa nə qədər sərf olunur? Tapdıq 8 km. 40 km yola nə qədər yanacaq sərf olunur? 5 litr. 15 litr yanacaq üçün 120 km məsafə getməlidir. 15. Dəyirmanda 3 saata 24 ton buğday düdür. 1 saata tapmaq üçün 24 tonu bölərik 3-ə, eləyər 8 ton. Demək, 1 saata 8 ton üdür. 2 ton buğdanı neçə dəqiqə üdür? Əgər 1 saata, yəni 60 dəqiqəyə 8 ton üdürsə, 2 ton üçündə nə qədər vaxtı gedər? 8 ton üdü olub 2 ton. Neçə dəfə azalır uşaqlar? 4 dəfə. Onda mənim dəqiqəmi də 4 dəfə azaldarım, eləyər 15 dəqiqə. 16. Fikirlərə sizin cəmiyyətlərin nisbətini yazın və mənasını izah edin. 24 metr parçadan 8 eyni paltar tikildi. Deməli, 24-ü 8-ə nisbətini yazıram. Bu eləyir 3 metr. Mənası da bir paltara sərf olunan uzunluqdur. Murad 15 manata 5 kiloqram ərik aldı. 15-i bölürəm 5-ə, eləyir 3 manat. Bu da 1 kiloqram əriyin qiymətdir. 17. 8 vedrə süddən 3,2 kiloqram kərə alınır. 1 vedrəni tapmaq istəyirəmsə, 3,2-ni bölürəm 8. Demək, 1 vedrə üçün 0,4 kiloqram kərə yağı alınır. Deməliyik ki, 24 kiloqram kərə yağı almaq üçün neçə vedrə süd lazımdır? 1 vedrədən 0,4 kiloqramsa, 24 kiloqram üçün nə qədər lazımdır? 24-ü 0,4-ə bölərəm. 60 vedrə lazımdır. 0,4 ton təzə almadan 76 kiloqram qax alınır. 1 tonu tapmaq istəyirəmsə, 76-nı bölərəm 0,4-ə.
190 kilogram. 1 ton təzə almadan 190 kilogram təzə qaq alınır. Deməkdir ki, 950 kilogram qaxa nə qədər təzə alma lazımdır? 1 tondan 190 kilogram alınırsa, 950 kilogram üçün nə qədər lazımdır? 950'ni de böyle 190'a 5 ton. Aha. Verilenlere əsasən cisimlərin sıxlığını tap. Uşaqlar, siz birinci bilməlisiniz ki, sıxlıq rho hərfi ilə işarə olunur. Distro M bölünsün veri. M burada kütlədir. V isə həmin verilən cismin həcmidir. Yəni kütlənin həcmə nisbətinə sıxlıq deyilir. İndi birinci həcmi verilib, kütləsi verilibdir. Məndən sıxlığını istəyir. 396-nı bölərik 12. 3 dəfə düşər 36, 23 dəfə düşər. Cavab 33 qram bölünsün kub santimetr. Həcmi 64. Deməli, V bərabərdir 64 kub santimetr. Kütləsi M bərabərdir 57,6 qram. Sıxlığını tapsam, 57,6-nı bölərəm 64. 576-nı bölərik 640-a. Bu deyilər 0 tam. Bir qıraqda tez bölərik uşaqlar. 9 dəfə düşür. 0,9 qram bölək kub santimetr. Üçüncüdə isə uşaqlar, həcmini birinci biz tapmalıyıq. Bilirik ki, kuboidin həcmini tapanda enin, uzunluğun və hündürlüyün bir-birinə vurur. $18.90 eləyəcək. Birbaşa yazaq cavabını. 90 kub santimetr. Kütləsi, yəni M bərabərdir 792 qram. Sıxlığını istəyirsə, 792-ni böləcəyəm 90. Bir qıraqda tez bölək. 792-sinə 90, 8 dəfə 720, 72, 8 onda 8. Qram bölək kub santimetr. Dördüncüyə baxaq. Uzunluğu eyni hündürlüyü olan kuboidin kütləsi 6681,6 kilodur. Birinci gəl həcmini tapaq. 12 8-ə 96, 96-nı da 6-ya. 6 3 yadda 576 kub santimetr. Onda həcmini tapsam 6681,6-nı böləcəyəm 576. Gəlin bölək. Bir dəfədir içində. 2, 16-dan 7-si 9. Biri yendirəm aşağı, yeni bir dəfədir. 5, 11-dən 7-sin 4, 345. 6-nı yendirək. Deyilər 6 dəfə. Aha, cavab oldu. 11,6 qram bölək kub santimetr. Baxaq. 20-ci sual. Kütləsi 81 kilogram olan ərintidə 16 kilogram mis və 63 kilogram qalay var. Misin kütləsinin qalayın kütləsinin nisbətini tap. Mis 18-dir, qalay 63-dür. Hər ikisi 9-a gedər, 2-nin nisbəti 7. İkinci, qalayın kütləsini, yəni 63-ün ərintiyin kütləsinə, yəni 81.
Hər ikisi 9-a bölünür. 7-nin 9. Misin kütləsinin, yəni 18-in ərintiyin kütləsini hər ikisi 3-ə bölünər. 6-da 27. 3-ə bölsək 2 daha. Aha. Bu da 3-ə ixtisar gedər. 2-də 9. Elə 9-a bölərdim də 3-ə böldüm. Sonra 21. Un müxtəlif torbalarda satılır. Torbalarımız belədir uşaqlar. 5 kiloqramlıq torbanın qiyməti 2 manatdır. Bir də 10 kiloqramlıq torba var. Bunun da qiyməti 550 qəpik. İndi mənə deyir ki, hansı torbadan 1 kiloqram qiymət daha bahadır? Bunun 1 kiloqramını tapsam 2 manatı qəpiyə çevirərəm. 40 qəpik. Bunun 1 kiloqramını tapsam 550'ni bölərəm ona, eləyir 55. 1 kiloqram 40 qəpik olan un daha sərf eləyir bizə. Nə qədər bahadır? 15 qəpik bahadır. Mənə deyir ki, 30 kilo unu hansı torbalarla aldıqda nə qədər pula qənaət etmiş olaraq? 30'u burada nə qədər pula qənaət edir uşaqlar? 55'den 40'ın çıxıram, deyirəm 15 qəpik bahadır da. Bundan alsam 15 qəpik qənaət edirəm. 30 kiloqram. 30'da vurarım 15'ə, eləyir 450 qəpik. Qənaət etmiş olaram, yəni 4 manat 50 qəpik. 8 hektar sahədən 22,4 ton. Bəs 1 hektar sahədən nə qədər alınır? 2,8 ton. Digəri 1 hektarı 16'nı böl 5'ə, bu deyir 3,2 ton. Birinci sahənin hər hektarına yığılan buğdanın, ikinci sahənin hər hektarına yığılan buğdanın hansı hissəsini təşkil edir? 3,2'də 2,8. Yəni 32'də 28. 8'də 4'ə bölsəm 7. Cavab 8'də 7. Deməli, Salih 960 manat ayaqqabı və kostyum aldı. Ayaqqabının qiyməti verilən pulun, yəni 960'ın %30. Bundan da bu gelir. 288 manata biz almışıq ayaqqabını. Ayaqqabının qiyməti kostyumun qiymətindəndir. 960'dan da 288 çıxsa ayaqqabının qiyməti kostyumun qiymətinə nisbətli. Hər ikisini 2'ye yaparam. 144, 336. Hər ikisini 2'ye yaparsam 72, 168. 2'ye yaparsam 36, 84, 4'e yaparsam 9, 21, 3'e yaparsam 3'ün nisbəti 7. Baxa. Deyir ki, 80% qazanc, yəni 108%. Mənə verib 378 manat və bunun 100% nə qədər? X bərabərdir. Böl 108. Bunu deməli 378'i vuracağıq 100'ə, böləcəyik 108'ə, cavabımızı tapaq. 2'ye gedər 54, 2'ye gedər. Uşaqlar, burada cavab hesabladım bir qıraqda. Cavab verir 150. Buranı da siləyirəm. Deməli, x'imiz eləyir 150.
350, 150 yox, 350 manata deməli almışam. 378 manata satıram. Nisbətini istəyir. 2'ye bölərəm. 175, 189. 175'in 189'a nisbəti. 25'e baxaq. Səndə 1500 litr su var. Birinci dəfə səndə üçün 20%. 1500'e 20%'ini də bax. 300 litr. İkinci dəfə isə 200 litr işlədin. İşlədilən suyun səndə qalan suya nisbətini, deməli 500 litr işlədilib. Nə qədər qalıb? 1500'dən də 500'ünü çıxaram. İndi deyib, işlədilən suyun qalan suya 500'ün 1000. Deyib, birin nisbəti 2. Buna baxaq uşaqlar. Rəvan, İlkin və Murad həftədə 4 dəfə pul yığırlar. Hər həftənin sonunda Rəvanın pulunun İlkin puluna nisbəti 3'ün 4. İlkinin pulunun Muradın puluna nisbəti 4'ün 5'i. Demək, burada Rəvan 3x'dir. İlkində 4x'dir. Muradda 5x'dir. İndi bax, birinci həftə İlkin 16 manat işləyib. Deməli, x'in neçədir? 4. 12'in 4, 3, 4, 12. 5'i 4'e 20. 12 və 20. İkinci həftəyə baxaq. İkinci həftə Rəvan 24, Murad 40. İkisimiz neçə olur uşaqlar? 8. Onda İlkin İlkin 48 ise 48'i böləsən 4'ü 12. Rəvan 36, Murad 60. 2 qatı gedir, 3 qatı, bir dəqiqin 4 qatı olacaq. 4-cü həftə Rəvan 48'dir, 16, 16'da 4, 64. Uşaqlar 27'də 28'də eyni məsələdir.